Hər birinizi xoş gördük əziz izləyicilər və əziz 9-cu siniflər. Bu gün sizlərlə OTK-nın 15 mart 2026 tarixində keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarına baxacağıq. Gəlin birinci sualla başlayaq. Deyir ki, n parametrinin hansı qiymətində bu funksiya -2 nöqtəsindən keçər. Deməli, x-i -2 olanda y-i 2 olmalıdır. Gəlin baxaq. -x-in kvadratı, yəni -2'nin kvadratı minus 2 vur 3 plus n bərabərdir 2 olmalıdır. Yəni -4 minus 6 plus n bərabərdir 2 olmalıdır. N bərabər olmalıdır 12'ye. Cevabımız 12 D variantı. 32-ci sual. Deyir ki, 28.000 ədədini sınırlı şəkildə göstərin. Bilirik ki, bizim birinci yazdığımız 1 ilə 10 arasında olmalıdır. Yəni 2,8. 2,8 yazdıqda bizdən elə tərtibini soruşur. Tərtibi. Deməli 2,8 vur olsun. 10 üzəri neçə olmalıdır? 10 üzəri deməli 20.000'ə çatmaq üçün 100.000, 10.000. 10.000 yazmalıyıq. 10.000'in də üzərində 4 dənə 0 var. Deməli, daha doğrusu 10.000'də 10 üzəri 4'dür. Cavab A variantı. Biraz qrifəm deyə həm səsim biraz burnumdan gələ bilər. O burnunda danışan insan deyirlər. Həm də ki, biraz diqqətimi toparlamaqda çətinlik çəkirəm. Amma yenə də buraxılış imtahanının bayaqları izahını çəkdim. Sonra dedim ki, 9'ları da unutmayaq. Sizin üçün də o təkanın izahını çəkirəm. Deyir ki, çevrəli radiusunu 4 dəfə artırdıqda uzunluq necə dəyişər? Əvvəl pi r kvadratı idi. İndi pi 4r'in kvadratıdır. Yəni 16 pi r kvadratdır. 1 pi r kvadrat 16 pi r kvadrat. 16 dəfə artar. 34-cü sual. A və B çoxluqları üçün kəsişmədə 7 element, çıxılmada 4 element olarsa, B-nin elementlərinin sayını tapın. Bu A-dır, bu B-dir. Deyir ki, kəsişməsində 7 element var. B-dən A-na çıxanda 4 element qalır burada yalnız. Baxırıq, 7 burada, 4 burada. Ümumilikdə B-də nə qədər element var imiş? 11 dənə. Əkob 12,84, əbob 83,84 ifadəsini tapın. İlk öncəliklə baxırıq ki, 83,84 ardıcıl ədədlər olduğu üçün qarşılıqlı ədədlər əbobları 1-ə bərabərdir. 12,84'ə baxaq. 60,24, bəli. Hətta baxırıq 60, 24, 14. Hətta 12'ye də ixtisar gedər. 12'ni mötərizə xaricində çıxardığında 12 vur olsun. Əkob 1, o da ki 7. Plus bu da dedik 1 eləyir. Burada bizə əkob 1, 7 bizə 7 verir. Cavab eləyir 12 vur 7 plus 1. O da bərabər 84 plus 1, 85 C variantı. Deyir ki, tənliklər sistemindən x-i tapın. X-i necə taparıq? Tərəf-tərəfə toplayaraq. Tərəf-tərəfə topladıqsa müsbət y ilə mənfi y gedir. 5x bərabərdir 20, x bərabərdir 4 qalır. C variantı. 37-ci sual. Deyir ki, tənliyinin müsbət kökünü tapın. Necə tapırıq? X-i çıxarırıq mötərizə xaricində. Yerdə qalır 5x minus 4 bərabərdir 0. Bunun üçün bir dəfə x bərabər olmalıdır 0'a. Çünki vuruqlardan biri 0 olmalıdır ki, ən azı hasil 0 versin. Və yox da 5x bərabər olmalıdır. Və yox da 5x minus 4 bərabər olmalıdır 0'a. Oradan 5x bərabərdir 4, x bərabərdir 0,8. Müsbət kök 0,8. Gəldik 38-ci suala. Deyir ki, 3a bölü 4 1 bölü 12b olarsa AB hasilini tapın. Çarpaz hasili bilirik ki, tənasüb verildiyi üçün çarpaz hasil bərabərdir. Yəni 3a vur 12b bərabərdir 4'ə. Buradan AB nəyə bərabərdir? Hər tərəfi 3'ə və 12'yə bölsək, yəni 4 bölünsün 3 vur 12. O da bərabər olur 4 ilə 12 gedər 1 bölü 9. C variantı. Ədəd oxunda -6,3 ədədindən sağda yerləşən mənfi tam ədədlərin cəmini tapın. 0, -6,3. Sağ bu tərəfdir. Nə var burada? -6, -5, -4. Gəlin bunların cəmini tapaq. -6, -5, -4, -3, -2, -1. -7, -7, -7, -21 edir. Deməli,
Mənfi 21 imiş cəmi. 40-cı suala keçdik. Deyir ki, A plus B bərabər 4, C minus A bərabərdir mənfi 2 olarsa, bu ifadənin qiymətini tapın. Bax, necə taparıq? Birinci tərəfdən gəlin A-nı nötəsi qarşısına çıxardıq. A vurulsun, A minus C. Plus B-ni çıxardıq. B vurulsun, B minus C. Plus 1. B-ni çıxardanda deyirəm, burada nəsə bir yanlışlıq eləmişik. A qalır. İndi burada da qalır A plus B vurulsun B minus C plus 1. Bize A plus B'ni verip 4. C minus A'nı verip mənfi 2. Buradan ne yazarıq? A minus C neye bərabər olar? Məsələn 5 minus 2 3'dürsə 2 minus 5 mənfi 3'dür. Deməli bu olacaq 2. Bura oldu 2. O zaman bu olur 4 vur 2 yani 8 plus 1 o da bərabər 9 B variantı. Növbəti 41-ci suala keçək. 41-ci sualda nə deyir? Bu nöqtələr arasındakı məsafəni tapın. L bərabərdir kök altında. İkinci koordinat ya da buradan başlayaq. 8 minus 3'ün kvadratı plus 10 minus mənfi 2 yəni 10 plus 2'nin kvadratı. 5 kvadratı plus 12'nin kvadratı. Kök altında 25 plus 144 yəni kök altında 169 da bərabərdir 13. B variantı. 42-ci suala keçdik. Deyir ki, tam səthinin sahəsi 24 cm kvadrat olan kubun həcmini tapın. Bilirik ki, kubun 6 yüzü var və hər biri A kvadrata bərabərdir. Yəni 6A kvadrat bərabərdir 24, A kvadrat bərabərdir 4, A bərabərdir 2. Bizdən həcmini istəyir, yəni V bərabərdir A kub. O da bərabərdir 8 cm kub B variantı. 43-cü sual. 5'te 1 hissəsi dolu olan çənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? 5'te 1 hissəsi dolusa, tutalım ki 5 litrdir. 1 litr doludur, çünki 5'te 1 hissəsi. 4 litr boşdur. Baxırıq, həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? Boş hissənin hissəsi aydın şəkildə görünür, 4 dəfə çoxdur. Doğru oxuduq, boş hissənin həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? Bəli, 4 dəfə çoxdur. 44-cü sual. Kəsrin məxrəcini irrasionallıqdan azad edin deyir. Bu nə deməkdir? 8 bölünsün kök altda 2'ni qoşmasına vurarıq ki, sürət məxrəcə. Bu bizə kəsrin məxrəcini irrasionallıqdan azad edər. Yəni kök altda 2'yə vurarıq. Bu deyilir 8 kök altda 2 bölünsün 2'yi. O deyilir 4 kök altda 2. Y variantı. 45-ci sual. Katetləri 5 və 6 olan düzbucaqlı sübcağın sahəsini tapın. 5, 6. S bərabərdir 5 vur 6 bölü 2. Yəni 15. B variantı. 46-cı suala keçdik. Vaxtım az olduğu üçün dostlar, həm çalışdığım qədər geniş izah edirəm, həm də çalışdığım qədər əlavə artıq sözlərə və s. geri vermirəm. Qısa şəkildə, tez şəkildə izah etməyə çalışıram. Ümid edirəm ki, bütün sualları başa düşürsünüz izahlara. A-nın hansı qiymətində bu bərabərlik ödənir? Ne eləyirik? A-nı açıq yazılışda yazırıq. Yəni 2A nə deməkdir? 20 plus A. A7 nə deməkdir? 10A plus 7. Bu bərabərdir. 2 vurulsun. A0 nə deməkdir? Yəni 10A plus 0. 10A-nı da 2'ye vurulsa 20A. Yazırıq ki 10A bu tərəfə getsə, A bu tərəfə getsə yerdə qalır. 9A bərabərdir 27, A bərabərdir 3. Cavabımız olur 3. 47-ci sual. ABC üçbucağında AD perpendikulyardır BC-yə. BAC 45 dərəcə. Aha. Və CD AD 1 kök altda 3. Aha. ABC-nin dərəcə ölçüsünü tapın. Deməli burada söhbət nədən gedir dostlar? Baxın. Düzbucaqlı üçbucaq verilib. Düzbucaqlı üçbucaq verilib. Bura 1'dir, bura kök altda 3'dür. Yəni bura x-dir, bura x kök altda 3'dür. Deməli hansı halda olurdu? Bura 30, bura 90 verilib olsun. Bura 60 olanda. Deməli buranı tapdıq ki, bura 60 imiş, bura 30 imiş. Bura neçə qalır? 15 dərəcə. Çünki buranın ümumilikdə vermişdi bizə 45. İndi baxın, belə bir üçbucaq alındı. 90, 15. Bizdən buranı soruşur, düzdür? ABC'ni.
Digər bucaq neçə olmalıdır? 75 dərəcə olmalıdır ki, bununla bunun cəmi 90 versin. Cavabımız olur 75 dərəcə. 48-ci sual. Deyir ki, 2x plus 1, ya daha doğrusu 2 vurulsun x plus 1 böyükdür x plus 6 və bu bərabərliklər sisteminin natural həllərinin cəmini tapın. Vurub açaq 2x plus 2 böyükdür x plus 6, yəni buradan da alınır x böyükdür 4-dən. İkincini vurub açaq 3x plus 2 kiçikdir 2x plus 10, x kiçikdir 8-dən. Kəsişməsini istəyir, çünki həllərini istəyir. Həlləri də burada kəsişmə olacaq. Baxaq, 8-dən kiçik beləsinə və yaxud da belə yazaq. Belə 4-dən böyük. Ortaq həll hara düşür? Bu isə. Yəni olur 4, 8. Natural həlləri deyir. Həllərin cəmi 5, 6, 7. Bu da bizə verir 18. Cavabımız oldu 18. Keçdik növbəti 49-cu suala. Neçə sual var ümumilikdə? 55. Tamam. A paraleldir B, C kəsən olsa, bucaq 2 minus bucaq 1 100 dərəcədir. Biz bilirik ki, bunlar daxili bir tərəfli bucaqlardır. O zaman 2 plus 1 bərabərdir 180. Çünki cəmi 180-dir. 2 minus 1 də bərabərdir 100. Buradan bucaq 2 bərabər olur 180 plus 100 bölü 2-yə. Cəminin yarısı, çünki 2 dənə əmələ gələcək. Bucaq 2 bərabər imiş 280 bölü 2, yəni 140. Bucaq 1 də bərabərmiş 40. Bizdən nə istəyir? Bucaq 2-nin dərəcə ölçüsü 140 dərəcə. Buna x, y desək lap sadə olar. X, y, x, y. 2x bərabərdir 280, x bərabərdir 140. Yenə gəlir, eyni şeyə çıxır. Yəni adlandırılmanın heç bir fərqi yoxdur. Keçdik 50-ci suala. Deyir ki, a plus 1 bölü a bərabərdir 7 olarsa, bu a kvadrat plus 1 bölü a kvadrat. Tapın. Bunu bir dənə kvadrata yüksəldirik, bunu da kvadrata. A kvadrat plus 2 vur a vur 1 bölü a plus 1 bölü a kvadrat bərabərdir 49. A kvadrat plus 1 bölü a kvadrat bərabərdir 49 minus 2'yi, çünki bura 2 verir. A ilə bu getdi 2. Cavabımız nə oldu? 47. Şablon suallardan biridir. Cavab 47. 51-ci sual. Turist əvvəl yolun 30%-ni, sonra 60%-ni gedərsə, yolun neçə faizi gedilməmiş qalar? 100 metrlik yoldur. 100 metrlik yol. 30%'in getdi. Yerdə nə qədər qaldı? 30% ilə 30 metr deməkdir. Yerdə qaldı 70 metr. 70 metrin sonra 70 metrin 60%'in gedib. Vur 60 bölü 100. Buradan 1 0 1 0 1 0 42. 42 metr daha gedib. Yerdə qalıb neçə 70-dən çıxanda 42-nə. Eləyir 28 metr. Neçə faizi gedilməmiş qalır? Elə hər metrə 1% uyğun gəldiyi üçün 28% gedilməmiş qalar. Cavabımız oldu 28%. 52-ci sual. NA bərabərdir 6, NB bərabərdir 8, kəsişməsi 2 olarsa, A və B çoxluğunun birləşməsindən təsadüfi olaraq götürülmüş bir elementin AB çoxluğunun elementi olması hadisəsini tapın. Bugünkü buraxılış sualına da bunun eynisi düşmüşdü. Sadəcə orada bir dənə yox, 2 dənəsinin seçilməsi deyir. Həmçinin o izahı da YouTube kanalımızda mövcuddur və digər illərin buraxılışları, OTK-ları və s. də YouTube kanalımızda mövcuddur. YouTube kanalımızı izləyərək hamısını əldə edə bilərsiniz. Dərslərimizdə də bu testlərin hamısını işlədirik. Həmçinin bir dənə qeyd edim ki, ötən növbəti ilə daha doğrusu, yəni avqust ayına qeydiyyatımız davam eləyir. Həmçinin yanımıza qeydiyyatdan keçən şagirdlərimizə yay boyu ödənişsiz şəkildə dərslər keçiriləcək. Təkrarlar, baza qurulacaq. Bunun səbəbi isə avqustda bizimlə hazırlığa başlayan şagirdlər sıfırdan başlamasın deyə, müəyyən bir baza ilə rahat başlasın deyə bu qərara gəlmişik. Ətraflı məlumat üçün nömrəmizə yaza bilərsiniz. İndi baxaq. 2 çoxluq verilib. Deyir ki, A-da 6, B-də 8 element var. Kəsişməsində 2-dirsə, yalnız A-da qalır 4 dənə. Yalnız B-də qalır 6 dənə.
Deyir ki, A və B çoxluqlarının birləşməsindən təsadüfi götürülmüş bir elementin A çıxılsın B-yə daxil olması hadisəsi. A çıx B nədir? 4. 4 element var. Birləşməsində neçə dənə var? 4, 2, 6. Yəni 12. Bu deyilir 3'də 1. Ehtimalımız olur 3'də 1. Bu qədər sadə. 53-cü sual. Hündürlüyü tərəfindən kök 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrən radiusu 3,3 olarsa, bu rombun perimetrini tapın. Yox. Deməli, biraz səliqəli çəkək. Hündürlüyü tərəfindən kök 3 dəfə kiçik olan romb. Deməli, hündürlüyü x-dirsə, tərəfi olur kök 3 x. Daxilinə çəkilmiş çevrənin radiusu 3,3'dür. Elə radius hündürlüğün yarısı değil. O zaman bura hündürlük olur 6,3. Bəs tərəf neçə olur? 6,3 vur 2,3. Çünki kök müslidir. Tərəf oldu 18. Perimetrini istəyir. P bərabərdir 4A. 4 vurulsun 18 də bərabərdir nəyə? 4 vur 18 bərabərdir 40, 32, 72. Cevabımız oldu 72. 54-cü suala gəldik. 54-cü sualda bizə nə deyir? Deyir ki, ABC düzbucaqlı üçbucağında AC perpendikulyardır BC və N'im deməli perpendikulyardır AB. BM bərabərdir 3. Gəlin bunu ətraflı yazaq bir dənə. BM bərabərdir 3. BM. Bura 3. M'in 4. Bura avtomatik Pifagora göre 5 olur. Bunu bilirik. NS 7. Başka bir şey verip mi? Hayır. Ne deyir bizə? Ne deyir bizə? AM parçasının uzunluğunu tapın. AM'i bu x'i. Başka bir şey verip bizə? Düzbucaqlı sualına AC perpendikulyardır BC. Zaten bu bilirik 90 derecedir. N'in perpendikulyardır abi. BM. BM'i verip 3 tamam. M'ni verip 4. S'ni verip 7. Aha. AM parçasının uzunluğunu istəyir bizdən. AM'dəki x'dir. Nə ilə tapa bilərik? Bir dənə baxaq. 3 plus x onda gəlin bunu oxşarıq da yazaq ən yaxşısı. Necə yazarıq? Onda belə bir şey edək. Özümüzü çətinə salmağa ehtiyac yoxdur. Bunu verməyib bizə 90. Biz Pifagor əsasını tapdıqda buranı 3, 4, 5 idi. Bura bir dənə alfa desəm. Bura nə olur? Beta olur. Burada 90'da. Yaxşı. Burada 90 alfa, 90 alfa. Üçüncü bucaq nə olur? Beta. O zaman burada da beta olur. İndi gəlin oxşarlıq tətbiq edək. Sadə yazaq. Yazırıq ki, bu x'i istəyir də bizdən. 90'ın qabağındakı x plus 3'ün kiçik 90'ın qabağındakı 5'ə nisbəti bərabərdir. Alfanın qabağında var mı? Alfanın qabağında yox. Beta'nın qabağında var. Beta'nın qabağındakı 3'ün böyük beta'nın qabağındakı buranda 7, 5 plus 7 12'yə nisbəti. 4'də 1 verir bura. Çarpaz vursaq 4x plus 12 bərabərdir 5. Bir dəqiqə. 4 olmalıdır. Biz bir dənə xırda səhv elədik. Baxın, 90'ın qabağındakı x plus 3, beta'nın qabağındakı, digər 90'ın qabağındakı 5. Beta'nın qabağındakı 12 bölünsün, kiçik beta'nın qabağındakı 3. Buradan artıq alındı ki, x plus 3 bərabərdir 5 vur 4, x bərabərdir 20 minus 3, o da bərabərdir 17. Cevabımız olur. X'imiz 17. Buranın neçəymiş? 17 imiş. Bu da belə getdi. Keçdik son suala. 2 ədədin cəminin cəmi 6. A plus B bərabərdir 6. Kvadratları cəmi A kvadrat plus B kvadrat bərabərdir 22'dir. Bu ədədlərin hasilini tapın. Sadə bir düstur. Bunu kvadrata yüksəltsək. A kvadrat plus
2AB plus B kvadrat bərabərdir 6'nın kvadratı 36. Bunu zaten bizə verib 22. 22 plus 2AB bərabərdir 36. 2AB bərabərdir 14. AB bərabərdir 7. Cavabımız oldu 7. Belə əziz 9-cu siniflər, əziz izləyicilər, sizinlə bugünkü OTK-ya salınmış 25 riyaziyyat sualının hamısının izahına baxdıq. Ümid edirəm ki, həll sizin üçün çox aydın oldu. Əlavə olaraq YouTube kanalımıza abunə olaraq belə videolardan faydalana bilərsiniz. Ödənişsiz dərslərimiz keçirilir, canlı yayınlar açılır. Əlavə olaraq yeni layihələrimiz olacaq. Hamısından xəbərdar olmaq üçün YouTube kanalımızı izləyə bilərsiniz. Həmçinin onlayn dərslərimiz haqqında məlumat almaq üçün də nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti videolarda görüşmək üzrə. Allah'a emanet olun.